Azərbaycan və Rusiya parlamentləri arasında iki tərəfli görüşlərin keçirilməsi, konstruktiv qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün son dərəcə vacibdir. Bunu Bakıda keçirilən Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisinin parlamentarilər arası əməkdaşlıq komissiyasının 22-ci iclasının açılış mərasimində Milli Məclisin sədri Sahibə Qafarova deyib. Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Milli Məclisdə Azərbaycan və Rusiya parlamentləri arası əməkdaşlıq komissiyasının 22-ci iclasını açan Sahibə Qafarova komissiyanın fəaliyyətinin siyasi, iqtisadi və humanitar sahələrdə Azərbaycan və Rusiya əməkdaşlığının inkişafına kömək məqsədi daşıdığını dedi. Xüsusi qeyd etmək istərdim ki, komissiya Azərbaycan və Rusiya parlamentləri arasında əlaqələrin tənzimlənməsi üçün real və effektiv mexanizmdir. Bunun konkret nəticələri var. Komissiyanın fəaliyyəti ümumi problemlərin həllinə, bircə yanaşmaların işlənib hazırlanmasına köməkdir və iki ölkə arasında etimadın möhkəmlənməsinə, bununla da qanunverici orqanlarımız arasında əməkdaşlığın inkişafına töhfə verir. Bugün Rusiya ilə Azərbaycan strateji tərəfdaş və müttəfiqlərdir. Bu ilk növbədə xalqlarımızın maraqlarına cavab verdiyi üçün mümkün olub. Bunu isə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko dedi. Biz münasibətlərimizi dostluq, qarşılıqlı hörmət prinsipləri əsasında bir-birimizin milli maraqlarını nəzərə alaraq qururuq. Əlbəttə ki, bunda əsas rolu Rusiya-Azərbaycan əməkdaşlığının möhkəmləndirilməsi yolunu əsas kimi tutan prezidentlərimiz, liderlərimiz Vladimir Putinin və İlham Əliyevin iradəsi oynayır. Valentina Matviyenko onda dedi ki, müasir dünyada baş verən bütün mürəkkəb proseslərə baxmayaraq xalqlarımız arasındakı münasibətlər qarşılıqlı hörmətə əsaslanır. Bəturiyə Nəbiyeva, Nadir Cəlilov, Space.